Bismillah, elhamdülillah və salatu və selamu ala Rasulillah və ala alihi və sahbihi əcma'in əmmə ba'd. Deməli, yenə dərsimizə davam edirik. 100 hədis. 100 hədisdən inşallah bugün 36-cı hədisdən 5-10 hədis götürərək baxarıq. İnşallah faydalı hədislərdir. Peyğəmbər sallallahu aleyhi və səlləmdən varid olan hədislər səhih hədislərdir. İnşallah bacardığım qədər yüngülvari izahatlar verərəm ki, tam aydın olsun, faydalı olsun. Deməli, 36-cı hədis. Əbu Hüreyrədən rəvayət onun hədisdə. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim bir hidayət yoluna çağırarsa, dəvət edərsə, ona tabi olanların savabı qədər ona da savab yazılar və bu onların savabını heç bir şeyi azaltmaz. Kim də zəlalət yollarından birinə çağırarsa, dəvət edərsə, ona tabi olanların günahı qədər də buna yazılar, onların günahından heç bir şey də azalmaz. Hədisi İmam Müslim rəvayət edib. Bu hədis göstərir ki, hər bir insan xeyirli insan olmalıdır. Qardaşlar, çalış həmişə xeyrə çağıranlardan, xeyri öyrədənlərdən, xeyrə dəvət edənlərdən ol. Vallahi bu müsəlman üçün ən şərəfli bir əməldir, vəzifədir. Zaten müsəlman kimdir? Müsəlman o kəsdir ki, əlindən, dilindən heç bir kəs əziyyət çəkməsin. Müsəlman o kəsdir ki, Allaha dəvət edir, özü də təbii ki, əməl etməklə Allaha dəvət edir, səbir edir, insanlara qarşı xeyirxah olur, mərhəmətli olur. Müsəlman o kəsdir ki, bir sözdən hamıya qarşı yaxşılıq edəndir. Allahın haqqı ilə bərabər insanların haqqını da qoruyur. Bax, bu həqiqi əsl müsəlmandır. Və hər birimiz də xeyrə çağıranlardan olmalıyıq, şərə deyil. Çünki biləsən, nə öyrətdinsə, onun müqabilində sənə yazılacaq. Yaxşı şeyləri öyrətmisənsə, sənə yaxşı şeylər yazılacaq, yəni savablar yazılacaq. Günah öyrətmisənsə, ancaq günahlar yazılacaq. Ona görə xeyrdə həmişə öndə olmaq lazımdır. Xeyrə çağıranlardan olmaq lazımdır. Nə badə şərə açar olasan. Allah korusun. Necə ki, hədisdə keçir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, insanlar arasında elələri vardır ki, onlar xeyrin açarı, şərin qıfılıdır. Elələri də var ki, onlar xeyrin qıfılı, şərin açarıdır. Nə xoş o insanın halına ki, Allah xeyrin açarları onun əlində edib, vay olsun o kəsin halına ki, Allah şərin açarlarını onun əlində edib. Yəni, xeyrə açar, şərə qıfıl olmaq lazımdır. Tərsinə yox. Ona görə elə şey etkinən ki, özündən sonra izin qalsın, əsərin qalsın, təsirin qalsın. Xüsusən, bax, o əməlləri görmək lazımdır. Elə bir əməl etkinən ki, sən bu həyatda olmasan belə, qoy sənə savab yazılsın. Bax, buna həris olmaq lazımdır. Bəzi əməllər var ki, elədin, sən bu həyatda yoxsan, o əməl dayandı. Misal üçün, namaz qılırsan. Məsələn, nafilə namazlardır. Gecə qalxıb namaz qılırsan. Fərz heç, o təbii ki, vacibdir. Fərq yoxdurlar, fərz olsun, nafilə olsun. Sən yaşadıqca, hər qıldıqca namaz savab qazanırsan. Düzdürmü? Dünyanı dəyişdin, həyatda yoxsan, əməllər dayandı. Lakin elə əməllər var ki, sən həyatda olmasan da, hələ də sənə savab yazılır. Hələ də. Misal üçün, ən belə deyək də, hamımızın bacaracağı birini deyim, övlad tərbiyəsi. Özündən sonra salih övlad qoy get. Yəni, hədisdə gəlib, Adəm övladı dünyasını dəyişəndə əməlləri kəslər 3 şeydən başqa, axar sədəqədir, faydalı elmdir, bir də ona dua edən salih övlad. Deyək ki, elm öyrənməyə vaxtın yoxdur. Deyək ki, axar sədəqə verməyə bir imkanın yox, gücün, qüvvətin yox, məsələn. Bari, heç olmasa evdə düzgün, dürüst bir şəkildə övlad tərbiyəsinə fikir ver. Normal bir müsəlman yetişdir bu cəmiyyətə. Bunu hamı bacara bilər inşallah. Qoy övladın da səndən sonra əllərini açıb dua etsin, ya Rabbim, atamı, anamı bağışla. Onlara rəhm et. Qoy həmişə başları uca olsun. Özü də salih əməllər etdikcə sənə də savab gələcək. Çünki sən öyrətmisən. Sən başa salmısan. O əməl etdikcə sənə savab var. Namazı öyrətdin övladıma. Sən bu həyatda yoxsan, amma övladın yaşayır. O hər dəfə namaz qıldıqca sənə savab gəlir. Görürsən, özündən sonra izin qaldı.
Hələ sən onu bir elm tələbəsi kimi yetişdirsən, cəmiyyətə faydalı bir insan yetişdirsən, gör nə qədər savablar qazanarsan. Ona görə bu faydalı işdən gərək vallahi dala qaymayaq. Xüsusən bu cəmiyyətdə. İndiki bir halda sən insanların halını görürsən. Uşaqdan, 7-dən 77-yə hamının halını görürsən, baxsan da insanlar hansı haldadır. Yaxşısı da var, pisi də var, tərbiyəlisi var, tərbiyəsizi var. Cəmiyyətin halından xəbərdarsan da burada yaşayırsan. Bu cəmiyyətə gözəl insanlar, faydalı insanlar, müsəlman olan insanları yetişdirib buraxmaq lazımdır ki, qoy hər kəsə faydalı olsunlar. Həm Allahın haqlarını versinlər, həm də qulların haqlarını vermiş sayılsınlar. Ona görə əziz qardaşlar, özümə də və sizə tövsiyəm odur ki, xeyrə açar, şərə qıfıl olmaq lazımdır. Allah bizi bax belə müsəlmanlardan eləsin. Yenə Əbu Hüreyrədən, Allah ondan razı olsun, rəvayət olunan hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah təbaraka və teala belə buyurdu. Yəni hədis qüdsi hədisdir. Allah buyurur ki, mən şirkə ehtiyacı olmayan birisiyəm. Kim bir əməldə başqasını mənə şərik qoşarsa, onu da, şirkini də tərk edərəm. Hədisi İmam Müslim rəvayət edir. Allah təkdir, tək olaraq ibadətə layiqdir. Yerlərin, göylərin içində olan Rəbbi Allahdır. Deməli, ibadətə layiq olan da kimdir? Allahdır. Allahın heç kəsə ehtiyacı yoxdur. Allahın şəriklərə ehtiyacı yoxdur. Allahın yardımçılara ehtiyacı yoxdur. Bu hədis göstərir ki, Allaha şərik qoşmaq necə də pis bir əməldir. Və Allaha şərik qoşan bilsin ki, Allah onu da şirkini də tərk eləyər. Başqa bir hədisdə nə deyir? Allah Rəsulü sallallahu aleyhi və səlləm. Allah Rəsulü buyurur ki, sizin üçün ən çox qorxduğum kiçik şirkdir. Deyirlər ki, və məşşirkul əsğar, ey Allahın Rəsulü, kiçik şirk nə olan şeydir? Deyir ki, riyakarlıq. Bundan qabaqəsi nədir? Deyir kim bir əməldə başqası mənə şərik qoşarsa, onun da şirkini də tərk edərəm. Məsələn, burada nə deyir? Deyir ki, sizin üçün ən çox qorxduğum nədir? Kiçik şirkdir. Nədir o? Riyakarlıq. İnsan bir əməl edir. O əməldə nəfsini Allaha şərik qoşur. Qoy görsünlər, desinlər ki, maşallah nə gözəl Quran oxuyur. Nə gözəl azan verir. Maşallah səxavətlidir, sədəqə verir, zəkat verir, kasıblara kömək edir və s. və ilaxır. Təriflənməyə xoşlayır. Bax, riya budur. Bir əməl edir, lakin əməldə öz nəfsinin payı daha çoxdur. Bütün əməllərində riya olsa bu kimdir? Bu artıq xalis münafiqdir. İndi insana bir əməldə riya gələ bilər, o ilə mübarizə aparmaz. Təbii riya hansı əməldə varsa onu neynir? Puç edir, bat edir. Deyir ki, sizin üçün ən çox qorxduğum kiçik şirkdir. Nədir o Allahın Rəsulü? Deyir, ər-riya. Deyir, qiyamət günü Allah Taala o riyakarlara deyəcək, onlara mükafat və insanlara mükafat verib cəza verdiyi bir gündə Allah Taala riyakarlara deyəcək ki, gedin, kimin üçün bu dünyada özünüzü göstərmişsinizsə, gedin onların yanına, öz mükafatınızı onlardan istəyin. Görün, onların yanında bir mükafat, cəza tapacaqsınız. Tapacaqlar? Xeyr. Məlik yevmiddin kimdir o gün? Allahdır. Deməli, mükafatlandıran da Allahdır, əməllərə görə cəzalandıran da Allahdır. Və ona görə bilmək lazımdır ki, Allaha şərik qoşmaq ən böyük günahdır. Ən böyük zülmdür. Bu istəyir kiçik şirk olsun, istəyir böyük şirk olsun, fərqi yoxdur. Lakin böyük şirklə kiçik şirkin fərqi odur ki, böyük şirk insanı kafir edir, əbədi cəhənnəmə salar və bütün əməlləri puç edər. Lakin kiçik şirk odur ki, insanı əbədi cəhənnəmdə saxlamır və bütün əməlləri puç etmir. Hansı əməldə varsa o əməli puç edir. Hər bir halda kiçik şirkdən böyük günahlardan biləsən. Çünki şirkdir. Allah da şirk heç kəsə bağışlamır. İnna Allaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah şirki heç kəsə bağışlamaz. Ondan aşağı bütün günahlar istədiyinə bağışlayar. Və bütün peyğəmbərlərin gəlmə səbəbi, kitabların göndərilmə səbəbi məgər tək bir Allah ibadət deyilmi? Şirkdən insanları çəkindirmək deyilmi? Əlbəttə, vallahi elədir. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yarattım. Bütün rəsulların göndərilmə məqsədi, qayəsi tövhid olub və insanları şirkdən çəkindirmək olub. وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ Biz hər bir ümmətə Allaha ibadət edin, bütlərdən çəkinin deyən rəsullar göndərdik.
Və laqad uhiyə ileykə və iləl-ləzīne min qablik la in əşrakdə la yahbatanna amaluka və la takunanna minəl xasirin. Sənə və səndən öncəki rəsullara, peyğəmbərlərə belə vəhy etmişdik. Əgər Allah şərik qoşsan, bütün əməllərin puç olar və sən ziyan çəkənlərdən olarsan. Yəni qiyamət günü zərərə uğrayarsan, xusrana uğrayarsan, ziyan çəkərsən. Deməli, hətta Allah peyğəmbərlərini belə hədələyib. O ki, qala biz, sıravi bir insanlar. Ona görə insan ibadətin hansı növü olursa olsun, onu Allahdan başqasına yönəltməməlidir. O əməldə başqasına Allah şərik qoşarsa, vallahi Allah ondan qəbul edəməyəcək. Allah and olsun qəbul edəməyəcək. Onu peyğəmbərinə deyir, sənin əməllərin puç olaraq gəl mənə şərik qoşsa. O ki, qaldı sən, mən. Hansı növ ibadət olursa olsun. Dua. Dua belə Allahdan başqasını, qardaşım, çağırmaq olmaz. Qəbirlərə gedib, onları çağırmaq olmaz. Övliyaları, ocaqları, nə bilim, dağları, daşları, mələkləri, cinləri, peyğəmbərlər, salihlər, mələklər, onları çağırmaq olmaz. Yarhamukallah. Olmaz. Dua Allaha aiddir, ibadətdir. İbadətdirsə kimə məxsusdur? Kimə olmalıdır? Allah olmalıdır. Onu deyəndə bəzi insanlar qəzəblənir. Qardaş, mən övliyaları təhqir eləmirəm ki. Salihləri, peyğəmbərlər, mələklər. Əsla biz iman gətirmişik. Peyğəmbərlərə, mələklərə, düzdürmü? Axirət günü Allaha. Biz o salihləri, başda peyğəmbərlər olmaqla, salih insanlar, mələklər, biz onları sevirik. Onları sevməklə Allaha yaxınlaşırıq. Lakin bu demək deyil ki, ibadətləri onlara yönəltməliyik. Biz insanlara bunu başa salırıq ki, bax, tövhid budur. İbadətdirsə, xalis Allahın haqqıdır. Allahdan başqasına yönəlsən, şərik qoşmuş olursan. İstər zahiri əməllər olsun, istər qəlb əməllər olsun. Fərq etməz. Fərq etməz. Və aleyhi fətəvəkkəlu in kuntum mu'minin. Əgər müminsinizsə, yalnız Allaha təvəkkül edin. Deməli, etimad kimə bəslənməlidir? Allaha təvəkkül edirəmsə, Allaha təvəkkül eləməliyim. Hətta qəlb əməlləri belə fərq etməz, zahir əməllər olsun. Namaz. Qul innə salati və nusuki və məhyaya və məmati lillahi rabbil alemin la şərikə ləhu. Və bizəlikə umirtu və ənə əvvəlil muslimin. De, ey Muhammed, de. De, namazım da, ibadətdir yoxsa yox. Qurbanım da, ibadətdir. Həyatım da, ölümüm də, aləmlərin Rəbbi olan Allaha məxsusdur. Onun heç bir şəriki yoxdur və mənə bu əmr olunmuş və mən də ilk müsəlmanlardanım. Qurtardı, getdi. Hansı növ ibadət olursa, istər qəlb əməlləri olsun, təvəkküldür, Allaha ümid bəsləməkdir, düzdürmü? Allaha sığınmaq, Allahı sevmək, qorxmaq, bunlar hamısı Allaha aiddir. Allahla yanaşı heç kəsi sevə bilməzsən eyni səviyyədə. Bəli, bəşəriyyəti sevmək var, lakin Allah sevgisi üstün ola bilməz. Üstünürsə artıq Allaha şərik qoşmusan. Bəli, təbii halda qorxa bilərsən, düşməndir, vəhşi heyvandır, kimdirsə qorxa bilərsən. Lakin Allahdan qorxduğun qədər olmamalıdır. Varsa artıq nədir? Allaha şərik qoşmusan. Təzim, Allahla yanaşı heç kəsə təzim edə bilməzsən Allah qədər. Hörmət var, izzət var, təqdirə qoyuruq insanları. İstəyir bu salihlər olsun, istəyir valideynlərimiz olsun, fərq etməz. Lakin təzim, Allah qədər heç kəsə təzim edə bilməzsən. Biz bunu deyəndə bəzi insanlar qıcıq olur. Elə bir biz övliyaları inkar edirik. Peyğəmbərlər olsun, imamlar olsun, nə bilim, salihlər olsun. Xeyr, biz onları sevirik. Biz onlara hörmət qoyuruq, lakin ibadət Allaha məxsusdur. Qurtardı, getdi. Allahla yanaşı kimisə çağırmanın vallahi faydası yoxdur. Bunu Allah kitabında deyir. Bunu Allah kitabında neçə yerdə deyir? Cin surəsindəki ayə, qardaş xatırlar. Həqiqətən məscidlər Allaha məxsusdur. Allah yanaşı heç kəsi çağırmayın. Və ya Araf surəsində İnnellezine ted'un min dunillahi ibadun emsalukum. Allahdan başqa dua edib çağırdıqlarınız sizin kimi qullardır. Peyğəmbərlər olsun, salihlər olsun, mələklər, cinlər olsun, sizin kimidir qullardır. Fad'uhum felyestecibu lekum in kuntum sadiqin. Əgər doğru danışırsınızsa, onları çağırırsa cavab versinlər. Cavab verəcək, vallahi cavab verməyəcəklər. Allahla yanaşı dua etdikləriniz bir qitmirə belə sahib deyirlər. Qitmir nədir? Xurmanı yersən, orada bir pərdəcik var. Çərdəyindəki pərdəcik. Ona belə sahib deyir. Gör nədir? Adi bir şeydir. Yediğin bir şeyin içində bir dənə belə pərdəcik, xurmanın çərdəyində. Ona belə sahib deyirlər. İn təd'uhum la yesma'u duaakum. Dua etsəniz duanızı eşitməzlər. Və lav semi'u mestəcabu lakum. Eşitsələr belə, fərz edək ki, eşitdilər, cavab verən deyirlər. Və yevməl qiyaməti yakfuruna bi şirkikum.
və qiyamət günü də bu şirkinizi sizə inkar edəcəklər. Deyəcək, mən sənə deməmişdim, Allahla yanaşı mənə dua elə. Niyə dua eləmirsən? Məgər mən eşidirdim. Eşitsəm də belə sənə cavab verə biləcəkdim ki, istədikləri sənə verə biləcəkdim ki, xeyr, mən artıq yoxam, ölmüşəm, mənə dua etməyin bir mənası yoxdur. وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُ مِنْ دُونِ اللّٰهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَى يَوْمِ الْقِيَامَةِ وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ. Əhqaf surəsindəki ayə ilk ayələrdir. Deyir, وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُ مِنْ دُونِ اللّٰهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَى يَوْمِ الْقِيَامَةِ. Qiyamət gününə qədər ona cavab verməyənlərə, dua edənlərdən daha azğın kim ola bilər? Halbuki onların duasından bunlar nədir? Qafildirlər. وَإِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ أَعْدَاءً وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ. Və qiyamət günü insanlar həşr olduqları zaman onların şirklərini onlara inkar edəcəklər. Onlara düşmən olacaqlar. Deyəcək, sənə mən demişdim mənə ibadət elə, sən niyə mənə ibadət eləmirsən, niyə məni çağırmırsan, mən buna qadir deyiləm cavab verməyə. Sənin ehtiyaclarını ödəməyə qadir deyiləm, amma Allaha qoyub mənə niyə dua etmirsən, sizdən zalim olan yoxdur. Ən böyük zülümdür, həlakətici günahdır vallahi. Necə ki, hədislərdə də var. Elə ayə hədislər çoxdur, tövhidlə, şirklə bağlı, təhlükəsi ilə bağlı şirkin. Nə deyir Allah Resulü sallallahu aleyhi ve sellem? Deyir sizə, böyük günahlar içərisində ən böyüklərindən xəbər verirmi? Təsəvvür et, böyük günahlar içərisində ən böyüklərini. Deyəndə, buyur ey Allahın Resulü, nə deyir? Əşşirku billah, Allaha şərik qoşmaq. Başqa bir hədisdə deyir ki, sizə həlak edici 7 günahı bildirinmi? Birinci hansını söyləyir? Əşşirku billah, Allaha şərik qoşmaq. Loğman, hikmətli Loğman öz övlada nə tövsiyə etdi? Ən birinci. Ey övladım, ey oğlum, Allaha şərik qoşma, innə şirkə lə zulmun azim. Allaha şərik qoşmaq ən böyük zülümdür. Bax, bugün biz öz övladlarımıza ilk olaraq bax, bunları öyrətməliyik. Tövhidi və şirkin zərərini. O bilməlidir ki, Allahla yanaşı heç kəsə dua etmək olmaz. İbadət eləmək olmaz. Çünki yaradan da, öldürən də, dirildən də Allahdırsa, bizi ruziləndirən, bütün kainatı idarə edən Allahdırsa, deməli, ibadətlər kimə yönəlməlidir? Allaha. Allah kitabında müşriklərə belə xitab eləmirmi? Buna deyirlər rububiyyət tövhidi. Bu, rububiyyət tövhididir bu hissəsi. Yəni, diriltmək, yaratmaq, ruzi vermək, idarə etmək, kainatın sahibi, bu rububiyyət tövhididir. Allah bu məxluqatın Rəbbidir. Allah da necə deyir ki, ey müşriklərə xitab edəndə, onlardan soruşsan ki, göyləri, yeri kim yaratır, deyəcəklər Allah. Ruziləndirən kimdir, deyəcəklər Allah. Düzdür, ölüdən diri, diridən ölü çıxardan kimdir? Deyəcəklər Allah. Deyir, ilahümmə Allah. O zaman Allahla yanaşı başqa ilah varmı? Yoxdur. Məgər bunları Allah edirsə, mən niyə başqasına şərik qoşmalıyam Allaha? Düzdürmü? Allah belə xitab edir onlara. Rububiyyət tövhidini onları xatırlatmaq, onları hansı tövhidə yönəldir? Uluhiyyət, ubudiyyət, ibadət tövhidinə ki, madam sən qəbul edirsən ki, Allah hər şeyə sahibdir, bu kainatın, kövünün Rəbbi Allahdırsa, yaradan, dirildən, xəlq edən, ruziləndirən və s. O zaman Allahla yanaşı o bütlərə niyə ibadət edirsiniz? İstir qəbirlərdən ibarət olsun, istir əldə düzəldilmiş bütlər olsun, istir günəş, ay, ulduz olsun, fərq etməz. Və insanlar olsun, mələklər, cinlər, peyğəmbərlər və s. Görürsən, ona görə tövhid ən birincidir və həmçinin bu həyatdan sonuncu etdiyimizdir. İnsan bu dünyada tövhidlə başlamalı, həyatını sona verəndə tövhidlə. Nə xoş insanın halına ki, tövhidlə başlayır və ölməmişdən qabaq da o şəhadət kəlməsini deyir, bu dünyadan köçür. Vallahi nə xoş o insanın halına, Allah bizi onlardan eləsin. Növbəti hədis. Əbu Hüreyrədən rəvayət olan hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim mənə bir salavat söyləyərsə, Allah ona 10 salavat söyləyər. Hədisi İmam Müslim deyir. Yəni, salavatın sözlərini bilirsən, ən kamil olanı namazda dediyindir. Allahümmə salli alə Muhammedin və alə əli Muhammed kəmə salleytə alə İbrahimə və alə əli İbrahim innəkə hamidun məcid və s. söyləyirsən daxra ki. Və yaxud da ki, sallallahu aleyhi və alə əlihi və səlləm.
və yaxud da ki, Allahumma salli və səllim alə nəbiyyinə və s. Bu belə salavatın sözləri var da, ləfzləri müxtəlif. Hər bir halda salavat demək, xüsusən cümə günü ən əfsəl əməllərdən biridir və kim ki, Allah Rəsuluna bir salavat gətirərsə, Allah ona 10 salavat gətirər. Görürsən, bir əməli mükafatı neçə oldu? 10. Quranda da buna işarə var. Allah Teala bir əməli görsən 10-la mükafatlar. Hətta ondan 700 və 700-dən daha artıq. Bax, ayədə keçir ki, Allah Teala buyurur ki, "Mən cəə bil həsənəti fələhu əşru əmsalihə." Kim yaxşı əməllə gələrsə Allahın huzuruna, ona gətirdiyin 10 qat əvəzi verirlər. Bir salavat gətirdin, neçə salavat qazandın? 10. Allahın da bəndəyə salavat deməsi nədir? O bəndəni öz dərgahında tərif etməsidir, səna etməsidir. Mələklərin və insanların salavatı nədir? O insan üçün nədir? Dua etməsi. Onun üçün Allahdan bağışlanma diləməkləridir. وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَى إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ. Kim də pis bir əməllə gələrsə, ona yalnız gətirdiyinin misli qədər cəza verilər, onlara haqsızlıq edilməz. Allahın bizə olan rəhmətin lütfüne bax. Salih əməl edəndə 1-ə 10, rivayətlərə görə ondan 700 və daha artıq, lakin günah eləyəndə 1-ə 1. Subhanallah, Allahın mərhəmətindən bax. Ona görə sələflərin bir sözü deyir ki, təklikləri, onluqları keçən kəsin vay halına. Necə də pis, bədbəxt bir insandır. Yəni, bir günahın cəzası nədir? 1-dir. Bir mükafatın cəzası nədir? Mükafat nədir? 10-dur. Bu təkdir, bu cütlükdə belə deyək də. Yəni, nə bədbəxt insandır ki, təklikləri cütlüklərini keçib. Və yaxud da vay o insanın halına ki, təklikləri cütlüklərini ötüb keçib. Allah qorusun o halda. Ona görə salih əməllərdən uzaq düşmək lazım deyil. Əməlin kiçikliyinə, böyüklüyünə, sadəliyinə, bəsitliyinə baxma vallahi. Tək ki, salih əməl olsun. Xurmanın yarısı qədər də olsa özünü cəhənnəm əzabından qur, necə hədsə gəlir. Vallahi görərsən ki, Allah Teala o əməli elə böyüdər, qiyamət günü dağ boyda qarşıva çıxar o əməl. Dağ boyda. Ona görə salih əməllərə xor baxmaq lazım deyil. O əməlləri yerinə yetirmək lazımdır. Həmçinin bu salavatla bağlı, deməli, bir başqa bir hədisdə deyir ki, sahabə deyir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm üzündə təbəssüm olduğu bir halda deyir, qarşımıza çıxdı. Biz dedik ki, ey Allahın Rəsulu, sənin üzündə bir müjdə, bir sevinç, fərəh görürük. Dedi ki, mənə deyir, bir mələk gəldi və dedi ki, ey Muhammed, sənin Rəbbin belə buyurdu, ey Muhammed, ümmətindən sənə bir salavat gətirənə 10 salavat gətirməyim. Bir salam söyləyənə də 10 salam söyləməyim səni razı salmazmı? Ey Muhammed, Allah xitab edir. Rivayətdə gəlir ki, deyir ki, bələ. Deyir, əksinə Allah, ey Rəbbim, bəli, məni razı salar. Deməli, deyir ki, hədis sənə göstərir ki, sən bir salavat gətir, Allah sənə 10 salavat gətirəcək. Ona görə deyir, mənim üzümdə sevinç, fərəh var. Mələk gəldi, bu müjdəni mənə verdi. Deyir, bir salavat gətirənə 10 salavat verməyim, bir salam deyənə, yəni sənə ey Muhammed, mən də 10 salam deməyim, ümmətinə görə səni razı salmaz ey Muhammed. Ümməti haqqında Allah-u Teala Peyğəmbərini razı salır. Deyir, ona görə üzümdə sevinç, fərəh, müjdə var. Gör, sən Peyğəmbərə salavat gətirdin. Allah-u Teala Peyğəmbərinə salavat gətirdiyinə görə sənə 10 dəfə artığını verir. Allah-u Akbar. Bana deyirsən, Peyğəmbər sallallahu aleyhi ve sellem bu ümmət onun haqlarını bildi, yoxsa yox? Görsən, həm də bizə bir lütfdür. Peyğəmbərinə salavat gətirirsən, Allah bunun müqabilində 10 salavat gətirir. Salamlayırsan, 10 dəfə artıq səni salamlayır. Ona görə bu salih əməldən geri qalmaq lazım deyil. Həmçinin digər rivayətdə yenə təkid olsun deyə hədisdə keçir ki, kim mənə bir salavat gətirərsə, mən də ona 10 salavat gətirərəm, onun 10 günahını yuyarım və onun 10 dərəcəsini qaldıraram. Növbəti hədis, 39-cu hədis. Hər bir müsəlmana, bir müsəlmanın qanı, malı və irzi haramdır. Deməli, müsəlman, o biri müsəlman qardaşlarına əziyyət verməməlidir. Qanını axıtmamalı, malına, namusuna, irzindən göz dikməməlidir. Həqiqi müsəlman kimdir? Əlindən, dilindən digər müsəlmanlar salamat qalan kəs.
Olmaz, müsəlmanların qanı da, malı da, irsi də bizə haramdır. Vallahi haramdır, qardaşlar. O deməkdir ki, bir müsəlmanla dalaşmaq, ən pisi onu öldürmək, bax, böyük günahlardandır. Malını əlindən almaq, kəsibkarlıq eləmək, oğurlamaq haramdır, olmaz. Heç kiminkini olmaz, müsəlmankini xüsusən olmaz. Həmçə onun irzinə, namusuna, şəxsiyyətinə toxunmaq olmaz. İstər kişi olsun, istər qadın olsun. Olmaz, haramdır. Müsəlman müsəlmanın qardaşıdır, düşməni deyil. Və insan qardaşın qarşısında, insan qardaşın qanını axıdarmı? İnsan qardaşın malına təcavüz edərmi? Kəsbkarlıq edərmi? Qardaş, canına təcavüz edərmi? İrzinə toxunarmı, qardaş? Toxunmaz. Din qardaşlığı bəzən qan qardaşlığından da üstün olur. Onu biləsən. Ona görə müsəlmanları qorumaq, müsəlmanları mühafizə etmək, müsəlmanlara dəyər vermək, onlara xeyir istəmək lazımdır. Adı müsəlman, sən ona xeyrin dəyməlidir. Bari heç olmasa xeyrin dəymirsə, zərərin də toxunmasın. Bax, belə insanlar var ya, qardaş. Nə xeyri var, ancaq zərər verir. Heç olmasa xeyir vermirsən, dərd yarı. Zərərin də dəyməsin. Heç olmasa zərərin toxunmasın, şərin toxunmasın. Müsəlman müsəlmana qarşı xeyirxah olmalıdır, qorumalıdır, faydalı olmalıdır. Növbəti hədis, Əbu Hüreyrədən gələn hədisdə Allah Rəsulü buyurur ki, sədəqə maldan heç bir şey azaltmaz. Əff edən qolun Allah yalnız izzətini artırar. Allah üçün təvəzzökarlıq edən kəsin də Allah dərəcəsini qaldırar. Hədis İmam Müslim rivayət edir. Görürsən, deyir, sədəqədir maldan heç bir şey azaltmaz. Həqiqətən elədir. Sədəqə verən kəs, bu o demək ki, imanında sadiqdir. O bilir ki, verdiyi sədəqə ilə mal azalmaz. Əksinə Allah bərəkət verəcək. Sadiqdir, yəqindir, əmindir. O, bəzi adamlar var, 5-10 manat pul xərcləmir ki, malımdan azalar. Sən necə müsəlmansın, necə möminsən, necə iman gətirmirsən Allaha? Heç bir şey azalan deyil, vallahi. Əmin olsan, yəqin olsan, tam bir şəkildə iman gətirmirsənsə, bilginən ki, Allah verdiyin sədəqəyə görə sənin malına bərəkət verəcəkdir. Və sədəqə vermək ən böyük salih əməllərdəndir. Allah Teala hər kəsi eyni yaratmayıb, qardaş. Kimisini varlı yaradıb, kimisini kasıb. Və varlının borcudur ki, kasıblara əl tutsun, baxsın, öz malının zəkatını, sədəqəsini çıxartsın. Hətta mən deyərdim ki, kasıblar da sədəqə versinlər. Yəni, kasıb, sənin cibində 50 qəpiyinə yoxdurmu, onu da kiməsə sədəqə verəsən. 1 manatın belə yoxdurmu sədəqə verəsən. Şərt deyil ki, hər gün verəsən. Sən də sədəqə çıxart. Çünki sədəqə verəcəksən, qiyamət günü faydasını görəcəksən. Həm insanı qəbir əzabından qoruyur, həm insanı qiyamət onun üçün kölgədir. Onu ixlas eləyərsənsə, insan həm sədəqəsinin kölgəsində qiyamət gün kölgələnəcək, həm də ərşin kölgəsində kölgələnəcək 7 sinif insan var ki, o gün heç bir kölgə olmadığı bir halda Allahın kölgəsində kölgələnəcək, ərşin kölgəsində kölgələnəcək. Onlardan biri kimdir, qardaşım? Sədəqə verəndir. Gizlində sədəqə verən. Sağ əllə verdiyini, sol əlin xəbəri. Sağ əllə sədəqə verir, sol əlin xəbəri. Bu nədir? Yəni gizlində verir. Heç kəs bilmir. Aləmə car çəkmir, mən sədəqə verdim və ya çəkib efirlərə buraxmır. Gizlindədir. Heç kəsin xəbəri yoxdur. Sağ əli ilə verir, sol əlinin xəbəri yoxdur. Ona görə sədəqə vermək insan həris olmalıdır. Allah Teala bizə bunu buyurur ki, sədəqə verməyə əmr edir. Görürsən ki, neçə yerdə var ki, Allah Teala görürsən, namazla bərabər zəkatı da gətirir. Zəkat da nədir? Sədəqənin növlərindən bir növüdür. Zəkat fərz olan sədəqədir. Adi verdiyin sədəqədir. Bunlar nafilələrdir. Və insan da gələ sədəqə versin və əmin olsun ki, verdiyi sədəqə vallahi azalmır. Malına heç bir şey azaltmaz. Sən xərclə ki, Allah da sənə xərcləsin. Necə hədis şərifdə gəlir. İnsan xərcləməsə, ola bilər ki, Allah ya onun özünü, ya malını tələf etsin. Necə ki, hədisdə keçir, deyir, hər gün sabah 2 mələk dünya səmasına enər və nə deyərlər? Onlardan biri deyər ki, Allahım, sənin yolunda xərcləyənin malını artır. O birisi nə deyər? Allahım, sıxıb saxlayanı tələf et. Şərhdə gəlir ki, ya özünü tələf elə, ya malını tələf et. Olur da həyatda görmüsən, bəzi olur ki, insan başına bir müsibət gəlir, malı ilə gəlir, əlindən malı var, yoxu çıxır gedir. Ola bilər ki, səbəblərdən birini vaxtı ikən, qardaşım, zəkatı verməmsən, sədəqələrimi çıxartmamısan. Belə bax, bəlaya düşər olmuşsan. Olur ki, sədəqə insanı müsibətdən, bəladan qurtarır, belə şeylər də olur. Əcaib təsiri var sədəqənin. Yəni, həyatında bunu görüb, təcrübədən də keçirmirsən.
sədəqə səbəbi ilə nə qədər bəladan, müsibətdən özünü qorumuş olursan. Ona görə sədəqə vermək ziyan deyil. 5-10 manat xərcləməklə bizim malımız, mülkümüz azalan deyil. Allah yolunda xərcləmək lazımdır. Saxlayaq da burada. 5 hədis olsun saxlayıyorum, yorulunuz. Yaxşı, burada saxlayaq. Subhanakallahumma bihamdik əşhədu an la ilahe illə ente estağfiruke və etûbü ileyk.